müəllimdir. Xuraman xanım Mirvarid Dilbazi poeziya məclisi olaraq biz də o təşkilatın yarandığı gündən ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi təbliğ edirik. Hər zaman şəhidlərimiz haqqında tədbirlər keçiririk. Bu yaxınlarda Sankt-Peterburqda yaşayan ziyalımız Zilvər Zeynalovanın təşəbbüsündən orada möhtəşəm konsert verdik. Papaq qeyrətimizdir belə bir layihə ilə. Çox gözəl oldu. Oradan da Moskvada Coworking mərkəzində Moskva Azərbaycanlılarının Milli Muxtariyyətinin rəhbərliyi ilə Bəxtiyar müəllimi buradan salamlayıram, Bəxtiyar Həsənovu. Orada da çox möhtəşəm bir konsertimiz oldu. Sonra da Gürcüstana gəldik. Bugün də Bakıdayıq. Yəni bütün bunların hamısı bir arada. Bütün bunların hamısı valla xalqa xidmətdir, vətənə xidmətdir. Mən xalqımı sevirəm, insanları sevirəm, ədəbiyyatı sevirəm, incəsənətə sevgim böyükdür. Yəni bu elə bir yoldur ki, çətin və şərəfli yoldur. Və orada ürəyimdən belə bir qürbət ellərdə yaşamaq da oradan da Xuraman xanım çox çətindir. Onların hər zaman ürəkləri vətənlə döyülür, bizimlə döyünür, verilişləri izləyirlər və ürəyimdən belə bir şeir keçdi. Qəlbi təşnələrə niyə verildi? Denə hədiyədir, nə paydı qürbət? Təpədən dırnağa ahdı, nalədir, qüssədir, kədərdir, haraydı qürbət? Vüsal sevdasından çox-çox uzaqdır. Yorğanı döşəyi qardır, sazaqdır. Könlü dar olanlar, vallah yazıqdır, nalədir, şivədir, ahvaydı qürbət. Öynəsi soyuyar, qonağı gəlməz. Qapısı döyülməz, yığnağı gəlməz. Vətənin bir udum sazağı gəlməz. Həsrətdən qurulmuş saraydı qürbət. Hasarı dağıdın, dağları dəlin, obaya üz tutun, oymağa gəlin. Vətən havasının dadını bilin. Ən ağır cəzaya bir taydı qürbət. Güllü əl eyləyər, sizə gəl deyər. Yetişin ellərə əlbəəl deyər. Qoymayın dağılsın bir təməl deyər. Ömrü heç eyləyən bir saydı qürbət, bir saydı qürbət. Orada Moskva Qadınlar Birliyinin sədri Leyla Fərəcova var. O xanımları bir araya elə gözəl yığıbdı ki, Xuraman xanım, ziyalılarımız bir arada çox möhtəşəmdir. Elə buradan Zivər Zeynalovanı salamlayıram və bizim əzizimiz Leyla xanımı, şair bacım Afaq Şığlını və bütün o mərkəzdə birləşmiş Azərbaycan xanımları. O qədər möhtəşəmdir Moskvada onların birliyi ki, qürur duydum. Sağ olun. Çox gözəl. Mən də sizdən qürur duyuram ki, Azərbaycan xanımı olaraq digər ölkələrə gedib, gəzib, həm şeirinizlə, həm yaradıcılığınızla bizi sevənləri tanış edirsiniz. Kamran kimdir? Kamran? Kamran. Kamran sənə mesaj yazıb. Sağ olsun Kamran. Bəli, sağ olsun. Təşəkkür edirəm Kamran. Bizim xəbərlər informasiya proqramından tanıdığımız və gözəl reportajlarıyla hər zaman proqramı, xəbərləri, yəni həmişə mütəmadi olaraq ölkədə və dünyada baş verən xəbərlər hazırlayırlar və bizim efirimizə göndərirlər. Kamran Əskiparalı yazıb. Sabahınız xeyir olsun. Canım Kamran, təşəkkür edirəm, jurnalist. Geniş qəbli, gözəl insan. Güllü bacımı salamlayıram. Ona ailə üzvləri ilə birlikdə sağlamca, xoşbəxt həyat arzu edirəm. Kamran Əskiparalı, Dünya TV-nin Qərb bürosunun müxbiri. Mən də sizi salamlayıram Kamran. Siz bizim üçün çox dəyərlisiniz. Gecə-gündüz zəhmət çəkirsiniz. Hər zaman maraqlı reportajlar hazırlayıb bizim proqramımıza. Bizim ailəvi dostumuzdur Xuraman xanım. Mən tamaşaçılarımızdan çox xahiş edirəm. Zəng vurmayın, WhatsApp nömrəsinə yazın. Yazın. Yaza bilirsiniz. Xəttiniz qəşəng olsa yaz. Xəttiniz pisdirsə yazmayın. Xəttə ehtiyac var, telefon hərflərlə yazır. Xuraman xanım, yadıma nə düşdü, yadıma. Mənim belə uzun saçlarım var idi və nənəmə bir şeir yazmışam. Yazmışam ki, nənəm saçlarımı sümbül hörərdi. Sümbülün yanında bir gül hörərdi. Hamının gözündə sadə bir şeyə qızıl əlləri ilə toxunan kimi elə bil ona yenidən həyat verərdi. Bu qədər bağlılıq bilmirəm nə idi. Gəzərdim hər zaman dağı, aranı, dağı. Mənim Cahan nənəm əl eyləsəydi, onun vüsalına göydə çatardım. Hayif darağını darayanmadım. Hayif cəhrəsini əyrənmədim. Çox şeyi öyrətmək istədi nənəm. Mən ondan hər şeyi öyrənənmədim. Mən hardan bildim ki, nənə olacam? Məndən də nəvələr bir şey olacaq. Hayif darağını darayanmadım. Hayif cəhrəsini əyrənmədim. Maşallah.